Salam, hər vaxtınız xeyir. Bugün biz 9-cu sinifin sınağından, 20 sınağından 3-cü mövzu sınağını izah edirik. Birinci sualdan başlayaq. Deməli 8 plus 4x yük altında nə zaman mənası var? Əlbəttə ki, 0-dan böyük bərabər olanda. Bu da bizə verəcək x böyük bərabərdir -2-dən, yəni cavab olacaq -2-dən müsbət sonsuzluğa cavab C variantı. İkinci sual. Biz bilirik ki, bu modulda çıxacaq, kvadratda gedəcək. Modulda çıxacaq, çünki cüt dərəcədəndir ikisi də. Modulda kök altında 15 çıxılsın 2pi. Deməli, biz baxaq ki, kök altında 15-dən təqribi qiyməti əlbəttə ki, imtahan tapa bilməyəcəksiniz. Biz buradan 3,14-ü kvadrat düzəltməliyik. Ya 3,14-ü kvadrat düzəltməliyik. Yüksəsi olacaq 9 tam, təqribən 9 çıxılsın kök altında 15. Əlbəttə ki, bizə bu ifadə mənfi verdi. Keçirəm ikinci tərəfə. Kök altında 15 çıxılsın. 2 kök altında 9,9 olsa 2 içəri girsə olacaq 9,9-u 4-ə vurmalıyıq. İçəri girəndə çünki 2 olur, 2-nin kvadratı kimi girir. 6 yazıram 3 yadda. Bu da olacaq nə? 39,6 təqribən belə bir şey olacaq. Yəni kök altında 39,6. Bu da bizə mənfi verdi. Çünki 15 çıx 39,6 mənfi oldu. İndi ikisi də mənfi olduğuna görə əlbəttə ki, nə olmalıdır? Necə olmalıdır? Qabağa biz modulun mötərizə şəklinə gələndə mənfi keçəcək qabağa. Olacaq mənfi pi çıxılsın kök altında 15. Üstə gələnsin. Bax, bu mənfi ilə müsbət toqquşub nə olacaq uşaqlar? Olacaq mənfi. Mənfi kök altında 15 çıxılsın 2pi. Biz də bilirik ki, mötərizə açanda içəridəki işarələr əksinə dəyişir. Əksinə dəyişdi. Bütün işarələr əksinə dəyişdi. Gördüyünüz kimi müsbət pi oldu, mənfi pi, mənfi kök altında 15 oldu, müsbət kök altında 15. Burada da həmçinin müsbət kök altında 15 oldu, mənfi kök altında 15, mənfi 2 pi oldu, müsbət 2 pi. Müsbət kök altında 15 ilə mənfi kök altında 15 islah getdi, cavab da oldu pi. Cavab A variantı. Üçüncü sual. Deyir B mənfidir. Biz birinci gəlin bunu biz birinci yazaq. B üstündə 42, 14-cü dərəcədən. Biz çıxacaq, bu nə olacaq? Olacaq, bu çıxacaq A-nın kvadratı kimi. Baxın, A üstündə 28. Yəni, bu ikisi ixtica getsə olacaq A kvadratı. Bu isə olacaq B-nin kubu. Bizdə verib uşaqlar B mənfidir. B mənfidir və B necə çıxacaq? B əlbəttə ki, burada modulda çıxacaq. Burada A kvadratda modda çıxıb, sadəcə A kvadratda cüt funksiya artıq olduğu, üstü cüt olduğuna görə öz olduğu kimi qalacaq. İndi bizdə A kvadratda olduğu kimi çıxdı. A kvadratda olduğu kimi çıxdı. Çünki A mənfi də olsa A kvadratda artıq müsbətdir. Ona görə olduğu kimi çıxdı. İndi B də mənfidir axı uşaqlar. B də mənfi olduğuna görə, məsələn, yerinə qoysam mənfi 2-nin kubu. Mənfi 2-nin kubu neçə eləyir? Mənfi 8 eləyir. Axı modulda içəridən çıxan necə çıxacaq? Mənfi 8-dən çıxacaq. Mənfi varsa qabağına mənfi atmalıyıq. Olacaq mənfi B-nin kubu. Mənfi A-nın kvadratı B-nin kubu. Cavab B variantı. Təkrar edirəm. A müsbətdir, B mənfidir. Mənfidir, onu da qabağına mənfi atmalıyıq. Niyə B mənfidir? B kubu mənfidir. Çünki bizə B-nin mənfi şərtdə verilmişdi. Mən də B-nin yerinə mənfi 2-ni qoydum, oldu mənfi 2-nin kubu. Deməli, mənfi olduğuna görə qabağa mənfi çıxdı. Cavab B variantı. Dördüncü sual. Üst kök altında 6 çıxılsın 2 kök altında 2-nin kvadratı. Əlbəttə ki, biz bu adi müxtəsər modustur kimi açacaq. Üst kök altında 6-nın kvadratı çıx. 2 vur, üst kök altında 6 vur, 2 kök altında 2. Üstə gələnsin 2 kök altında 2-nin kvadratı. Bu kvadrat nə deməkdir? Nə görürəm kvadratı yüksəldirəm. 3-ün kvadratı 9-dur, 2 kök 6-nın kvadratı 6-dır. Çıx. 12 kök altında 12. Üstə gələnsin 8. Bu da bizə verdi 54, 54, 8-in neçədir uşaqlar? 62. Çıxılsın. 12 nə deməkdir? 12, 2 kök altında 3 deməkdir. Onda bizim cavabımız olacaq Y variantı. Cavab oldu Y variantı. Çünki biz burada 12, 2-yə kök altında 3-ə vuranda 24 kök altında 3 elədi. Keçirəm 5-ci sualı. 7 bölünsün kök altında 53 çıx 2. İrasakını nazir eləmək üçün biz bu qoşmasına vurmalıyıq. Olacaq
Necə olacaq? Olacaq kök altında 53 çıx 2 vur kök altında 53 üstə gəlinsin 2. Amma biz sürət məxrəci vurmalıyıq. Üstə gəl 2. Bu bizə nə verəcək? Müxsirmə usturudur. Kök altında 53-ün kvadratı çıx 2-nin kvadratı. 53-dən 4 çıxan neçə edir? 49. Uşaqlar, bu 7 ilə bu 49 ixtisar getdi. Burada 7 qaldı mı? Bəli, qaldı. Onda bizim misalımızın cavabı oldu bu şəkildə. Cavab elədi Y variantı. 6-cı sual. 32 nə deməkdir uşaqlar? 32 16 vur 2 deməkdir. Baxın. 108 36 vur 3 deməkdir. 72 36 vur 2 deməkdir. 48 16 vur 3 deməkdir. Keçirəm məxrəcə. 75 25 vur 3 deməkdir. Aha, əla. İndi baxıram, yuxarıda nə çıxdı? Yuxarıda 16-dan 4 çıxır. 6 kök altında 3 plus 6 kök altında 2. Üstə gələnsin 4 kök altında 3 bölünsün. Bura gətirdik. İndi eləyirik. 4 kök altında 2 ilə 6 kök altında 2-nin cəmi neçə edir uşaqlar? 10 kök altında 2. 6 kök altında üstündən 4 kök altında 3-ün cəmi neçə edir? 10 kök altında 3. Məxrəzdə olduğu kimi yazıram. Yuxarıda nə çıxır mötərizənin qırağın? 10 çıxır. Aşağıda nə çıxardıram? 5-i. Onda bunlar getdi. Onu da 5-ə böləndə cavab 2. Cavab elədi C variantı. Keçirəm 7-ci sualı. Uşaqlar, kök altında 75-i nə yazacağım indi mən? Yazacağım 5 kök altında 3. Bayaq dedik. Üstə gəlinsin 20 bölünsün kök altında 5 çıx 1 bölünsün kök altında 3. 1-dən onsuz da 1 çıxır. Bərabərdir. Uşaqlar, burada ortaq məxrəc nədir? Burada ortaq məxrəc odur ki, yəni bir yasaqdan da az deyə bilərik. Necə? Bunu kök altında 3-ə vuraram, surət məxrəcin. Kök altında 5-ə vuraram, surət məxrəcin. Bu da kök altında 3-ə vuraram. Olacaq 5 kök altında 3 böl 15. Üstə gəlsin 20 kök altında 5 böl 5. Çıx kök altında 3 böl 3. Bu mənə verəcək. Bununla bu gedir qalır kök altında 3 böl 3. Bununla bu gedir qalır 4 kök altında 5. Gördüyünüz kimi bununla bu islah getdi. Cavab oldu 4 kök altında 5 Y variantı. 8-ci sual. Kök altında mənfi 5-in kvadratı. Üstə gəlinsin. Kök altında mənfi 3-ün kubu. Çıxılsın. Mənfi 2-nin kvadratı çıxılsın. Mənfi 3-ün kubu. Uşaqlar, bu mənə verir. Bu mənə əlbəttə ki, müsbət 5 verir. Çünki cüt dərəcədə müsbət çıxar. Mənfi çıxa bilməz ki. Amma buradan bizə nə çıxacaq? Buradan mənfi çıxacaq. Mənfi 3 çıxacaq. Çünki tək dərəcədən özü çıxır. Nədirsə o çıxacaq. Mənfi 2-nin kvadratı neçə edir uşaqlar? Müsbət 4 eləyir. Mənfi 3-ün kubu neçə eləyir? Mənfi 27 eləyir. Bərabərdir. Olacaq 5 çıx 3 çıx 4 plus 27. 2 çıx 4 mənfi 2. Bu da cavab olacaq 25C variantı. 9-cu sual. Deyir ki 2,7 deməkdir. 27 böl 10 deməkdir. Deməli, burada isə uşaqlar 5 tam 27 25-dir. Biz bu nəyə çevirməliyik? Biz çevirməliyik düzgün olmayan kəsrə. 27-yi 5-ə vururam, edir 135. Üstə də 25 gəlsəm, eləyəcək 160. 160 bölünsün 27. Aha, bərabərdir. Əgər dərəcələr var, ikisi eynidə, 2 var, yazılmayıb. Onda biz eyni kök altında yaza bilərik. Yazsam, 27-lər getdi, 0 getdi, cavab oldu kök altında 16. 4 cavab C variantı. 10-cu sual. Deyir, A da mənfidir, B də mənfidir. İfadələrdən hansının mənası var? A variantına baxıram. Kök altında mənfi 2A-nın kubu B. Şunlar, mən yerinə qoysam, A mənfidir, baxın. Yəni, məsələn, A-nın yerinə qoyacağım mənfi 1, B-nin yerinə qoyacağım, elə onu da yerinə qoyacağım mənfi 1. Fərqi nədir? Yerinə mənfi 1 qoyaq. Onda bu olacaq 2, mənfi 1-in kubu, vur mənfi 1. Baxın. Bu mənə verəcək mənfi 2 vur, mənfi 1 vur, mənfi 1. Bu da 3 dənə mənfi 1, mənə verəcək ilə mənfi 2. Kök altında. Axı kök altında mənfi 2 ola bilməz. Deməli, A-nın mənası yoxdur. Keçirəm B variantına. Kök altında mənfi 2 A-nın kubu B üstü 5 olar. Baxın da yenə görsənir. Mənfi 2 vurulsun, mənfi 1 vur, mənfi 1. Çünki üstü təkdir də mənfi eləyəcək. Bu da kök altında mənfi 2 oldu. Bunun da mənası yoxdur. Keçirəm C variantına. Kök altında mənfi 1 üstü 4 vur, mənfi 1.
Axı kök altından mənfi 1 üstə 4 1 eləyir. Biri də mənfi 1-ə vuranda cavab olacaq kök altından mənfi 1. Bunun da mənası yoxdur. D variantı. Deməli olacaq mənfi 1-in kubu vur mənfi 1 üstündə 8. Mənfi 1, mənfi 1-in kubu çünki mənfi 1 eləyir. Vur müsbət 1. Çünki 3 cüt olduğuna görə özü müsbət çıxdı. Kök altında. Bu da bizə əlbəttə ki, müsbət verdi. Deməli cavab nə oldu? D variantı. Çünki mənfi ilə mənfi 9 oldu müsbət. Cavab müsbət 1. Keçirəm 11-ci suala. Deyir A müsbətdir, B mənfidir. Yazıram kök altında 25, A üstündə 6, 49, A üstündə 10 bərabərdir. Uşaqlar 25-dən bilirəm 5, 49-dan da 7 çıxır. İndi A üstü 6 necə çıxdı? Çıxdı modulda A-nın kubu. Bu da çıxdı modulda A üstü 5. Üzr istəyirəm, B üstü 5 bu B'dir. B üstü 5. Bu belə. Deyir A müsbətdir. A müsbətçi olacaq 5A-nın kubu. İndi B mənfi olduğuna görə qabağına mənfi çıxacaq. Niyə? Bəxt dedik də. B mənfi olsa baxın, mənfi 1 üstü 5 mənfi edir. Əgər modul üçün mənfidirsə, qabağa mənfi çıxmalıdır. Cavab elədir. Mənfi 7-də 5. A-nın kubu 5 üstündə 5. Yəni cavab B variantı. 12-ci sual. Hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Əlbəttə ki, uşaqlar, baxıram ki, 49 ilə mənfi 49 ilə mənfi 64-ün arasında yerləşir. Yəni, mənfi 7 ilə mənfi 8-in arasında cavab D variantı. 13. Kök altında 8-ci dərəcədən 3, bərabərdir. Deməli, uşaqlar, mən neynirəm? 3-ü içəri salsam, olacaq kök altında 8-ci dərəcədən 3-cü dərəcədən 3-ün kubu 3 içəri girdi kubu ilə. Vur, 9 uşaqlar 3-ün kvad demək, düzdür? Məxəzdə həmçinin yazıram 4-cü dərəcədən 9-u salıram içəri. Yazıram 6-cı dərəcədən 243-ü yazacam. 9 içəri girəcək olacaq 9 üstü 6. Vur 243. Bu belə. Bərabərdir. İndi uşaqlar, burada belə bir şey görəndə 8-in üstünə yiyəcəm. Vuracam bir-birinə. Yazacam kök altında 24-cü dərəcədən 3 üstündə 5. Axı vuranda üstlər toplanır. Aşağıda da 24-cü dərəcədən uşaqlar 9 üstü 6 3-ün kvadratının üstü 6-dır. 243 də uşaqlar 3 üstündə 5 deməkdir. Bu da olacaq 3 üstündə 12 vur 3 üstündə 5. Yəni cavab olacaq 3 üstündə 17. 3 üstündə 17. Dərəcələr eyni olduğuna görə 24. Buraya yazıram 3 üstü 5 bölünsün 3 üstündə 17. Çıxırıq. Yəni olacaq kök altında 24-cü dərəcədən 1 bölünsün 3 üstündə 12. Burada da əlbəttə ki, olacaq cavab 1 bölünsün kök altında 12 ilə 24 qısa geçsə olacaq 1 bölünsün kök altında 3. Cavab A variantı. Bunu başqa cür ay müəllim necə eləyək? Əlbəttə ki, bu başqa bir yolu da var, uşaqlar. Bunun başqa yolu nədir? Yazacam ki, birinci köçürüm. 9 3-cü dərəcədən 8, 4, 9, 6-cı dərəcədən 243. Yazacam ki, 9 yazacam, 9 kök altında 9 3-cü dərəcədən kök altında 3-ün kvadı 3, yəni 3 üstündə 2 böl 3 deməkdir. Baxın, 3-də 2 deməkdir. Yazdım kök altında 3 üstündə 3-də 2 vur 3, 8-ci dərəcədən vur. 243 üstündə 6 da uşaqlar, 243 3 üstü 5 deməkdir. 6-nın dərəcədən verəcək mənə 3 üstündə 5 böl 6. Yazıram 4-cü dərəcədən 9 yazıram 3-ün kvadratı. 6-da 5 bərabərdir. Yazdım. İndi yazıram kök altında 8-ci dərəcədən 3 üstündə toplayıram üstləri. 1 ilə 3-də 2-ni toplayanda olacaq 3-də 5. Bu da mənə verəcək toplayanda 2 ilə 6-da 5 toplayanda olacaq 3 üstündə 6-da 17. Bu belə. Sonra nə edirəm? İndi yenə bunu böləcəm 8-ə. Yəni olacaq 3 üstündə 3-də 5 böl 8.
3 üstündə 6-da 17 böl 4. Yəni bir növü görünür ki, 3 üstündə 3-də 5 vurulsun, 8-də 1-dən çıxacaq. 6-da 17 vurulsun, 4-də 1. Bu da həll eləyəndə, bu 8-dir. Olacaq 3 üstündə 24-də 5, çıxılsın 24-də 17. Bu da deyəcək 3 üstündə mənfi 24-də 12, yəni bərabərdir 3 üstündə deməli oldu mənfi 2-də 1, yəni 1 bölünsün kök altında 3. Cavab A variantı. Necəsə rahat el eləyin. 14-cü sual. 14-cü suala baxan kimi nə görürəm? Görürəm ki, məxrəcdə bu A-nın kubunun kvadratıdır. Bu kök altında B-nin kubu 3-cü dərəcədən üzr istəyirəm kvadratıdır. Bu da kök altında A 3-cü dərəcədən vur, kök altında B 3-cü dərəcədən. Mənə nə xatırladır? Mən xatırladır A kubu çıx B kubu. Yəni deməli bu kök altında 3-cü dərəcədən 3-cü dərəcədən A. Bir dənə burada bu çatışmamış ki, yuxarıda bunu vuracağım. Yəni vuracağım, yazacağım A çıxılsın B. Yazacağım A çıxılsın B. Vurulsun. Deməli nə əlavə eləmişim? 3-cü dərəcədən A çıx, 3-cü dərəcədən B. Belə. Necə olar? Yuxarıda qaldı məndə nə? Yuxarıda qaldı bu. Aşağıda qaldı A çıx B. Niyə? Çünki bu 3-cü dərəcədən A-nın kubunun çıxılsın B 3-cü dərəcədən kubu. Yəni bu A çıx B deməkdir. Bunlar getdi. Cavab oldu. Yox, bizə indi bunun davamı da var. Üzr istəyirəm. Bunun davamı da var. B-nin kubu da var. Onda bizim misalımız oldu 3-cü dərəcədən A. Çıx kök altında B-nin kubusu gəlsin. Kök altında B-nin. Bunlar istak getdi. Cavab oldu kök altında A-nın kubu. A variantı. Cavab C variantı. Üzr istəyirəm. A. Cavab C variantı. 15-ci sual. A mənfidir. B müsbətdir. Şuralar, indi A mənfidə içəri girəndə 100% sonra bir mənfi qoyacaq. Onda A içəri necə girəcək? Birinci sələşlər köçürək. 4-cü dərəcədən olduğuna görə girəndə A üstü 4 kimi girəcək. B kvadratda B-nin kvadratı üstü yəni 8 kimi girəcək. 2 4-ə vurdum. Onda bu oldu A üstündə 6 bölünsün B. 4-cü dərəcədən. Qabaqda bir dənə mənfi. D variantı. A bərabərdir. Şuralar, indi baxıram ki, x-in kvadratını saldıram içəri. Olacaq kök altında 7-ci dərəcədən, kök altında 3-cü dərəcədən x-in kvadratı girəndə olacaq x-in kvadratının kubu kimi girəcək. Vur x. Bu da olacaq kök altında 21, x üstündə 7. Onda 3-ə xısar eləsəm, 7-yə xısar eləsəm, cavab olacaq 3-cü dərəcədən x. Deyir, n-in hansı ən kiçik qiymətində, natural qiymətində üçün A üstü n ifadəsi naturaldır. Deyir, A üstü n natural olsun. Bu natural olması üçün kök altında x 3-cü dərəcədən olmalıdır 3-də 1. Yəni bunun ən kiçik qiyməti cavab 3-də 1-dir. Hə, natural soruşur bizdən. Natural soruşur. Natural soruşursa biz nə yazarıq bura? Deməli uşaqlar, burada bir şey var. Mən sizə yanlış çatdırdım. Necə? Yəni A üstü n tapmışam ki, kök altında x 3-cü dərəcədəndir. Yəni A bərabərdir, üzr istəyirəm buna. Hə, A bərabərdir buna. Bizə deyir ki, bu da deməkdir? Bu da x üstünün 3-də 1 deməkdir. A-nın n-in hansı ən kiçik natural qiymətində? Əlbəttə ki, mən bu kubu yüksəltsəm. Olacaq x. Cavab deməli A üstü n ifadəsi n-in 3 qiymətində. N bərabərdir 3-ə. 17-ci sual. Yəni 3 olanda bununla bu gedəcək, qalacaq x. A üstü n, yəni A-nın kubu da bərabər olacaq elə naturalının özünə x-ə. 17. 32 deməkdir uşaqlar? 2 üstündə 5 deməkdir. 0-dan 125 deməkdir uşaqlar? 2-də 1-in
kubu deməkdir. 5 üstündə 3 üstündə 0 1 deməkdir. 0 harda varsa üstdə cavab 1-dir. Bu isə mində 1, yəni 10-un 10 üstü mənfi 3, çünki mində 1 10 üstü mənfi 3 deməkdir. Vurulsun mənfi 3-də 1. Burada cavab oldu 10, burada cavab oldu 1, burada cavab oldu 32-də 1, burada cavab oldu 4. Bu da olacaq 10, 5 tam 32-də 1. Geçirəm 18-ci suala. Kök altında 47 üstü gələnsin 3 çıxılsın 2 kök altında 5. Kök altında 29 üstə gələnsin 12 kök altında 5. Ümumiyyətlə belə misallarda çox vaxt görürəm ki, bunun 100% yəni qoşması. Yəni bu 3 plus 2 kök altında 5-in kvadratı olmalıdır. Yəni bu dəqiqləşdirək. Mən bunu açsam, olacaq 9 üstə gələnsin 3 vur 2 kök altında 5 vur 2 üstə gələnsin 2 kök altında 5-in kvadratı. Bu da mənə verəcək 9 üstə gələnsin 6 12 kök altında 5 üstə gələnsin 20. Bu da mənə verdi həqiqətən də 29 plus 12 kök altında 5. Bu dəqiqləşdirdik. Baxın bunu aldım. Deməli bu həqiqətən də 3 plus 2 kök altında 5-in kvadratıymış. Bəs mən bunu kök altında salanda bu necə çıxacaq? Elə özü çıxacaq. Yəni mənim misalım olacaq. Kök altında 47 üstə gələnsin 3 çıxılsın 2 kök altında 5 vurulsun 3 üstə gələnsin 2 kök altında 5. Bu bizə nə verir? Müxtəsər modusunu verir. A kvadrat çıxıb B kvadrat. Yəni mənə verəcək 9 çıxılsın 2 kök altında 5-in kvadratı. Bu da verəcək mənə 7 ilə 9-un cəmi neçə eləyir? 56. 56 çıxılsın 4 vur 5 20 kök altında. Bu da mənə verdi 36. 36-dan isə nə çıxacaq? 6. Keçirəm 19-cu suala. 19-cu suala. Deyir kök altında 4 çıxılsın kök altında 15 3-cü dərəcədən. Deməli 31 üstə gələnsin 8 kök altında 15. Deməli mən baxıram ki 3-cü dərəcədən olduğuna görə mən bu 1 kök altında yaza bilərəm 3-cü dərəcədən. 4 çıx kök altında 15 olar. Mən də bura baxıram ki bu da mənə verdi 4 plus kök altında 15-in verəcək. Bəs niyə ki? İsbat edək. Həqiqətən də, yəni belə deyim də başqa cür. 31 plus 8 kök altında 15. Yəni kök altında gözün nəsə kvadratıdır da. Baxıram ki, bu mənə verəcək. Bu 2AB deməkdir. Bu A kvadratı plus B kvadrat deməkdir. 2-yə bölürəm. 2-yə bölsəm 4 kök altında 15 qalır. 4 kök altında 15 nə ilə hasildir? 4 ilə kök altında 15-in, 2 ilə 2 kök altında 15-in, nə bilim, 2 kök altında 3 ilə, deməli 2 kök altında 3 ilə 2 kök altında 5-in, baxın bunların hasilidir. Və yaxud hələ sonrasını deyə bilərik. İndi baxaq görək hansı bizə kvadratını verəcək. Verməsə araşdıraq. Yəni necə? Məsələn, kök altında 3 vur 4 kök altında 5 də ola bilər. Kök altında 5 vur 4 kök altında 3 də ola bilər. Yəni bunlara da baxmalıyam. İndi baxıram ki, A kvadratı plus B kvadratı 16-nın üstünə 15. 4-ün kvadratı 16 üstünə 15 31 elədi. Deməli bu 4 üstə gələnsin kök altında 15-in kvadratı imiş. Baxın, indi mən buraya yazdım. İndi mən bu irəsaklını azad eləsəm, sənsin kök altında olmuş. Olacaq bərabərdir. Buraları silək. Aha. Deməli bu olacaq, yazıram 4 çıxılsın kök altında 15. Bu da olacaq 4 üstə gələnsin kök altında 15-in kvadratını qoşmasını vursam olacaq 4 çıxılsın kök altında 15-in kvadratı. Baxın. Kvadratı 3-cü dərəcədən. İndi mən aşağı nə verdi? Bu mənə verdi A kvadrat çıx B kvadrat. Yəni 16-dan 15 çıxacam da. Bu da 1 eləyəcək. Deməli məxrəc 1-dir. Məxrəc 7. Yuxarıda mənə verir 4 çıxılsın kök altında 15-in kubu. 3-cü dərəcədən. Baxın. Bir dənə buradaydı, 2 dənə də burada üstlər toplanır. Onda bizim misalımız olacaq 4 çıxılsın kök altında 15 plus kök altında 15. Cavab 4. Keçirəm 20-ci suala. Deyir ki,
A-nın neçə qiymətində deməli, neçə qiymətində mənası var. Mən də bilirəm ki, kök altında 14 çıx A sıfırdan böyük olmalıdır. A çıx 9 da sıfırdan böyük olmalıdır. Bu olacaq. Biz bilirik ki, mənfiyə bölünür, işarə dəyişdi. Bu da mənə verdi 9. Deməli, 9-dan böyük 14-dən kiçik. 9-dan böyük 14-dən kiçik 9, 10, 11, 12, 13, 14. A neçə qiymətində mənası var? Deməli, 6 ədəd qiymətində bu ifadənin mənası var. Cavab oldu bu. Bir daha deyirəm. Burada biz 9-la 14-ü işarələsək, ikisi də alır. Deməli, bu bizə verir. Üzr istəyirəm, 9 buradadır. 9-dan müsbət sonsuzluğa, mənfi sonsuzluğa 14-dür. Kəsişməsi 9, 14 aralığı olduğundan və 9-la 14-ü aldığından, deməli, bizim cavabımız oldu 6 ədəd. 6 qiymətində, tam qiymətində. Deməli, belə. Sonra keçirəm 21-ci suala. Deyir ki, 3 üstündə mənfi 3 vur, 6 üstündə mənfi 3 vur 4. Böl 8 üstü mənfi 3-ün kvadratı vur 162 üstündə mənfi 4. 3 üstündə mənfi 3. Buralar 6 nə deməkdir? 6 2-nin 3-ün asilidir. Onda bu bizə verir mənfi 12. Yəni yazacağım 2 üstündə mənfi 12 vur 3 üstündə mənfi 12. Ayrı yaza bilərəm. 8 2-nin kubudur. 2-nin mənfi 3-də 2 vuranda 6 eləyir. Mənfi 6. Bu da bizə verəcək mənfi 18. 2 üstündə mənfi 18 vurulsun. 162 uşaqlar 2 vurulsun 81 deməkdir. Üstü mənfi 4. Bu da olacaq 2 vurulsun 3 üstündə mənfi 4. 4 üstündə mənfi 4. Bu da yazacaq ki 2 üstündə mənfi 4 ayrı yazıram. Baxın 2 üstündə mənfi 4. Bu da 4-ü də mənfi 4 vursam cavab nə olacaq? Mənfi 16. Bizim misalımız oldu bu cür bərabərdir. Mənfi 3 ilə mənfi 12 toplasam olacaq 3 üstündə mənfi 15 vurulsun 2 üstündə mənfi 12. Mənfi 18 ilə mənfi 4-ü toplasam olacaq 2 üstündə mənfi 22 vurulsun 3 üstündə mənfi 16 bərabərdir. Mən də bilirəm ki, böləndə nə olur? Üstlər çıxılır. Yəni, mən yazacağım ki, bölürəm. 3 üstü mənfi 15-i 3 üstü mənfi 16-ya bölsəm çıxılsın yazaram mənfi 16. 2 üstündə mənfi 12 çıxılsın mənfi 22 bərabərdir. Uşaqlar, bu 2 mənfi toqquşur olur müsbət. Bu deyəcək bizə nə? 3 üstündə 1. Burada 2 mənfi yenə toqquşur olur müsbət. 22-dən 12 çıxanda olacaq 2 üstündə 10. 2 üstündə 10. Bu da olacaq 3 vurulsun 2 üstündə 10. Yəni, bizim misalımızın cavabı olacaq 2 üstü 10 1024 edir. Belə də qala bilər. 3'ü 1024'də də vura bilərəm. O da olacaq 3072. Keçirəm 22-ci sualı. 2 bölünsün 4 çıx 3. Uşaqlar bir dəfəli yazaq. Bax, yerlər dəyişilib. Baxın, bir dənə burada yerlər dəyişilib. 4 çıx 3A, 3A çıx 4. Bir dənə müsbəti, bax, buradakı müsbəti mənfi eləyəcəm. Yazım 4 çıxılsın 3A. Qabağına mənfi atdım, yerləri dəyişdirdim. Niyə? Çünki ortaq məxrəc etmək üçün də ikisi eyni olsun. Plus 2. İndi məxrəclər bərabər olduğuna görə sürətlərdə yazıram 2 çıxılsın, kök altında 3A. Deməli, vurulsun, tərsinə dönəcək, axı bölünsündür. Olacaq kök altında 3A plus 2 böl 2. Uşaqlar, mən də bununla bunu bir-birinə vuranda olacaq müxtəsər modstur. Yəni 2-nin kvadratı çıxılsın, kök altında 3A-nın kvadratı bölünsün, 2 vurulsun, 4 çıx 3A. Uşaqlar, elə mən bunu açanda bu olur 4 çıx 3A. 2 vur 4 çıx 3A. Getdikcə cavab oldu 2-də 1. Keçirəm 23-cü suala. 28 üstə gələnsin 10 kök altında 3. Kök altında yəqin ki, nəyinsə kvadratıdır artıq. Birinci bu ağlımıza gəlməlidir. Vurulsun 5 çıxılsın kök altında 3. Şulanım. İndi mənim ağlıma gəlsin, gəlməyinə, amma bir şey də. Deməli, mən görüm ki, bu 2 plus kök altında 6 yəqin ki, bunun oxşar bir kvadrat olacaq. İndi yazıram ki, ayrı-ayrı tapacam. Yazıram bura 28 üstə gələnsin 10 kök altında 3. Bu 2AB verməlidir. Bu da verməlidir A kvadratı plus B kvadratı. Bölürəm 2'ye. Bu oldu 5 kök altında 3. 5 kök altında 3 nə ilə hasıdır? Ya 5 ilə kök altında 3-ün hasıdır. Yoxlayıram. Görüm həqiqətən də bu kvadratları 28 eləyəcək.
Bəli, həqiqətən də 25-dən 3-ün cəmi 28 elədi. Deməli, bu 5 plus kök altında 3-ün nə imiş? Kvadrat imiş. Bu getdi. Kök altından çıxsa qalacaq 5 plus kök altında 3. İndi keçirəm aşağı. İndi yazıram 10 çıx 4 kök altında 6. Bölürəm 2-yə, yenə 2AB-dir. 2-yə bölsəm olacaq 2 kök altında 6. Ya 2 ilə kök altında 6 hasil olsa nə olar? Baxıram görüm bu mənə A kvadrat plus B kvadratını verəcəkmi? 2-nin kvadratı plus kök altında 6-nın kvadratı həqiqətən də 10 elədi. Deməli bu da 2 çıxılsın kök altı yox. Niyə yox? Çünki kök altında mənfi ola bilməz. Yəni çünki 2 kök 4 deməkdir. Bu da kök altında 6. Bu mənfi yerlərini dəyişəcək uşaqlar. Yəni bu kök altında 6 çıxılsın 2-nin kvadratıdır. Kök altında 6 çıxılsın 2-nin kvadratı. Vurulsun 5 çıxılsın kök altında 3, 2 plus kök altında 6. Vuranda bir-birinə görürsünüz ki, bunlar bir-birlərini müxtəsər tuturdu. Yəni bu olacaq 25 çıx 3. Aşağı da olacaq 6 çıxılsın 4. Yəni bunun kvadratı çıxılsın bunun kvadratından bərabərdir. Deyəcəksiniz, ay müəllim, bəs burada niyə yerləri dəyişmədik? Uşaqlar, onsuz da bura toplama, yer dəyişmə xassəsi var da, bunun fərqi yoxdur. 2, 22 də 2-yə böləndə bu da yiyəcək 11. Cavab 11. 24-cü sual. Deyir ki, düzbucaqlı şəkilli ABC parkının daxilində uşaqlar üçün deməli nə edirəm? Bir dənə dördbucaq çəkirəm. Dördbucaq çəkirəm. Buradan da bir dənə dördbucaq çəkirəm. Çəkdim. Deməli yazıram A, B, C, F, K, Y və D. Uşaqlar, bura kök altında B-dir. Burada kök altında A-dır. Mən bura bu kvadratdır. Baxın, bu kvadrat deyil. Ondan mən bura bir x desəm, baxın, mən bura bir x desəm, deyək ki, bura bir x-dir. İndi inirik. Bizə deyir ki, bunun sahəsi 324. Uşaqlar, bu kvadratın sahəsi 324-dürsə, kvadratın sahəsi x-in kvadratı bərabərdir 324. Onda x də bərabərdir 18-ə. Onda mən burada nə edirəm? Onda mən burada yazıram ki, 18, 18. Aha, bu da belə. İndi mənə deyir ki, park ayrılmayan, yəni ştrixlənmiş hissəni soruşur. Hissəsinin sahəsini A və B ilə ifadə edin. Uşaqlar, kök altında A üstə gəlsin 18 vurulsun. Çünki bunun tərəfinə də kök altında A plus 18. Bu tərəfdə kök altında B plus 18-dir. Vuraram bir-birinə. 18. Deməli belə. Bu hissənin sahəsi də bərabərdir S-ə. Aha, deyir A və B ilə ifadə edin. Onda olacaq, yəqin ki, belə qalmalıdır da. Uşaqlar üçün ayrılmayan hissəsinin sahəsini A və B ilə ifadə edin. Bu şəkildə qalacaq. Yox, bizdən bu ümumi sahəni tapdıq. Şimdi uşaqlar, biz ümumi sahədə nə etməliyik? Bizdən bu ştrixlənmiş hissəni soruşur. Bax, bizdən bu hissəni soruşur. Ümumi kvadratın sahəsi soruşmur. İndi biz tapdıq ümumi kvadratın sahəsi, düzdür. Bax, bu S, A, B, C, D-nin sahəsidir. Mənə deyir ki, S, A, B, C, F, K, yəni ştrixlənmiş hissənin sahəsi soruşur. Bu tapmaq üçün S, A, B, C, D-dən çıxaram S, deməli, K, Y, D, F-i. Bərabərdir. Onda biz bunun sahəsini bildik. Bunun sahəsi oldu kök altında A plus 18, kök altında B plus 18. Bunda sahəsi bizə verilmişdi 324. Bərabərdir. Yəni açaq. Açsam olacaq kök altında AB, üstü gəlsin 18 kök altında A, 18 kök altında B, üstü gəlsin 324, çıx 324. Bunlar islah getdi. Oldu kök altında AB, 18 kök altında A, üstə gəlsin kök altında B. Cavabımız olacaq bu şəkildə. Bu da belə. Keçdik 25-ci tapşırığa. Sualı oxuyanda həqiqətən diqqətini oxumaq lazımdır. Yəni bir dənə balaca bir səhv, misal getdi. 4 deyir x 4-ün altının arasında yerləşir. Uşaqlar, mən də bilirəm ki, kvadrat kök altında modulda çıxır. Bax, bir dəfəlik mən bunları modulda çıxardıram. Görürsünüzsə. Bir dəfəlik x çıx 8, çıx 6, çıx x. Mən də burada bir xəyalən bir də götürürəm. Götürürəm məsələn 5. Yəni götürək 5. 4-ün altı arasında 5 var. Mən 5 çıx 3 yazsam bu müsbət eləyir. 5 çıx 7 yazsam bu mənfi eləyir. 5 çıx 8 yazsam bu mənfi eləyir. 6 çıx 5 yazsam müsbət eləyir. Müsbətləri olduğu kimi çıxaracağam. Mənfiləri qabağına mənfi. Bax bu mənfini çıxacaq çölə. Bunun qabağına. Axı burada da müsbəti var. Müsbətlə mənfi toqquşan nə olacaq? Olacaq mənfi. Olacaq x çıxılsın 7. Bunu da qabağına mənfi salıram.
Bu da uşaqlar, baxın bu müsbətdir. Müsbətlə mənfi toqquşu olur, elə mənfi özüdür. 6 çıxılsın x bərabərdir. İndi mötərizələri açaq. Çıx x plus 7, mənfi x çıx 8 çıx 6 plus x. Bax, bununla bu getdi, bununla bu getdi. Burada oldu 4, burada isə oldu mənfi 14. Cavab mənfi 7-dir ki. Baxdığınız üçün çox sağ olun. İnşallah ki, başa düşdünüz. Nə də başa düşməsəz və yaxud haradasa bir səhvim olsa, şərhdə yaza bilərsiniz.